elə uşaqlar var sağ tərəfi, elə uşaqlar var sol tərəfi. Sağ və sol nədir? Valideyn, ata və ana hansı tərəfdən sıxılır? Nədən sıxılır və elə bil ki, o sıxılan yer kimdən sıxılırsa, həmin nöqtəni bloklayaraq onu əyir. O tərəfini əyir. Bədən özü eləyirdi onda bunu Natiqə xanım. Bəli, şuuraltı gedir də insanda. Psixosomatika nədir? Bütün bədəndə olan adicə oturuş-duruş da hər şeyi bildirir. Sıxılanda nə edirsiniz? Dik durmayacaqsan ki. Bükülürsən də. İstər-istəməz bükülürsən və hansı tərəfə bükülürsənsə, deməli o tərəf səni sıxıb. Ata tərəf, ana tərəf. Məktəb. Məktəb uşaqları, yəni uşaqlarla sıxıntı. Hərənin öz nöqtəsi var. Hərənin öz blokajası var və ona görə də biz uşaqlıqdan bizə müraciət edənləri yaxşı, tez açılışlar olur. Düzdür, 14 nöqtə açılışı bir dəfə olur. Yəni hər ümumiyyətlə. Bəli, hər 6 aydan bir dəfə olur.